Bilirsiniz ki çox uşaqlı ana anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində artıq müzakirə olunub, aidiyyatı qurumla da müzakirə olunub və ilkin razılıq var. Görülən budur ki, 3 uşaqdan çox olan ailələr uşaq pulu ala biləcəklər. İndi bu mövcud qanunvericiliyə görə hər bir uşağa görə 105 manatdır. Belə çıxır ki, 3 uşağı olan ailə 315 manat dövlət tərəfindən uşaq pulu ilə təmin ediləcək. Bu məsələnin bu şəkildə gündəmə gəlməsinin bir əsası da var. Çünki Azərbaycanda da uşaqların sayında azalma gedib. 2016-cı ildən başlayaraq Azərbaycanda uşaq doğuşları azalıb və indi biz əgər o zamandan bu günə birinci sinifə gedənlərin də statistikasına baxsaq, görərik ki, xeyli dərəcədə azalmalar var. Amma 2022-ci ildən başlayaraq isə bu artıq kəskin şəkildə azalmağa başlayıb və bu azalmada kifayət qədər, yəni haradasa bir 30 minə qədər fərq var. Mən indi bəzi statistik məlumatları demək istəyirəm. 2019-cu ildə Azərbaycanda siyahıya alma keçirilib və həmin siyahıya almada Azərbaycanda 1.347.534 uşaqlı ailə olub. Bunlardan 6 və daha çox uşağı olan 16.169 ailə mövcud olub. İndi Azərbaycanda uşaq pulu alan ailələr 5 və daha çox uşağı olan ailələr alırlar. Və onun da üzərinə 5 uşağı olan ailələri də üzərinə gəlsək, 23.150 ailə 5 uşaqlı olub. Bu ümumilikdə edir 36.719 çox uşaqlı ailə. Və 2019-cu ildən bugünə 36.719 çox uşaqlı ailədən cəmi 2.600 nəfər bugün uşaq pulu alır. Ciddi demoqrafik azalma başlayır. İndi Azərbaycanda da artıq əhalinin sayı azalmağa başlayıb və ona görə də Azərbaycanda da artıq uşaqların doğulmasını stimullaşdırmaq və valideynlərə kömək etmək üçün ki, onlar daha çox uşaq saxlasınlar, demək uşaq pulunun verilməsi vacibiyyətə çevrilib. 3 uşaqlı və daha çox ailələrə uşaq pulu veriləndə bu haradasa 110 mindən daha çox ailənin uşaq pulu ilə təmin olunmasına gətirib çıxaracaq. Ümid edək ki, indi növbəti mərhələlərdə 1 yaşından 3 yaşına kimi uşaqların da pulsuz yeməklə təmin olunması həll olunacaq. Uşaqların fundamenti özülü uşaq yaşında qoyulur, uşaq yeməkləri də bahadır.